Hər birinizi salamlayıram dəyərli dostlar. Bugün elə bir video ilə qarşınızdayım ki, sizi 3-4 ay öncəyə aparacağım. Biz Tianjin'dən mərkəzi satış ofisimizdən qaydanda sizə bir video paylaşmışdım ki, orada məhsullar haqqında məlumatlar verirdim və bir də orada bir belə deyək anons vermişdim sizə. Bu ilin əvvəli çıxacaq yeni məhsullarımızla bağlı və o videonu istəyirəm sizlərə təqdim edim. Nə demək istədiyimi artıq orada anlayacaqsınız. Baxın həmin video İzləyənlər bilir. Həmin videodur, baxın. Burada bir məhsul da var. Hansı ki, bu yaxınlarda Azərbaycanda da satışı gözlənilən bir məhsuldur. Balıq yağı tərkibli olacaq, omega tərkibli olacaq. Yəni bu məhsulun da instruksiyası bizə gələndə qaydaları, kimlər istifadə edə bilər, hər bir haqqında sizə məlumat verəcəm. Hal-hazırda burada təqdimatdadır. İnşallah bu ilin sonuna və gələn ilin əvvəlinə qədər də satışa çıxmalıdır. Və mən bu videonu sizə 3 ay öncə mərkəzi ofisimizdən paylaşmışam. İndi də dediyim kimi hər zaman mənim səhifəmdə tam düzgün, doğru məlumatlar, istər məhsullarımızla bağlı, istər nəticələrimizlə bağlı bütün daimi izləyicilərim bilir ki, hər kəsə tam doğru, düzgün, rəsmi məlumatları paylaşıram və bu videoda da sizə ilin əvvəlinə həmin məhsulun satışa çıxacağını və sizlər üçün gətirəcəyimizi demişdik və qarşınızda həmin o məhsul. Tianjin şirkətinin balıq yağı, omega tərkibli məhsulu artıq satışdadır. Gördüyünüz kimi belə bir qutudadır və tərkibində omega 3 olan, tərkibində bir çox vitaminləri özündə birləşdirən qidaya əlavədir. Dərman deyil, əks təsiri ziyanı yoxdur, kimyəvi tərkibi yoxdur. Uşaqdan böyüyə hər kəs istifadə edə bilər və gəlin bu məhsulu kimlər istifadə edə bilər və necə faydalar ala bilər ondan danışaq. Balıq yağı məhsulunun faydalarını hər kəs bilir ki, uşaqdan böyüyə hər kəsə lazımdır. Orqanizmə necə ki sink, kalsium, maqnezium, kalium lazımdırsa, yağ turşuları da lazımdır, omega da lazımdır və bu məhsul orijinal omega tərkibli balıq yağı məhsuludur. Gözlərin zəifliyi, vəzlərin inkişafı, immun sistemi üçün, beyin fəaliyyəti, ürək fəaliyyəti üçün birə-bir vasitədir və bu məhsulu qida rasionunuza əlavə edərək qida kimi istifadə etməlisiniz. Ramazan ayında tam rahat istifadə edə bilərsiniz, çünki günorta istifadə olunmur. Səhər, axşam sizin üçün lazım olan qrafiki təyin edəcəyik və uşaqdan böyüyə hər kəs istifadə edə bilər. Rahatçılıqla gələn kimi artıq özüm istifadə etmişəm. Tam təbii tərkiblidir. Siz də aşağıda əlaqə vasitələrim var. Mənimlə əlaqə saxlayıb məhsul haqqında daha geniş məlumat əldə edə bilərsiniz. İstifadə etmək üçün də sifarişlərinizi istər zəng, istər WhatsApp vasitəsilə verə bilərsiniz.